Salam, xoş gördük. Bu videomuzda da Bires platformasında idarə olunan formalarda, idarə olunan tətbiqdə işləməklə bağlı videolarımızı davam etdiririk. Artıq keçən dərsimizdə platformanın əsas obyektlərindən biri olan dokument, sənədlər haqqında danışmışdıq. Növbəti videoda platformanın digər əsas obyektlərindən biri olan отчет, hesabatlar haqqında danışacağıq. Çox güman ki, siz artıq təxmin edirsiniz, yəni adından da görsəndiyi kimi отчет, hesabatlar, yəni bu nə deməkdir? Artıq siz anlamış olursunuz. Lakin gəlin yenə də bunu biz təkrar da olsa izah edək. Bunun üçün ilk əvvəl gəlin hesabat obyektini yaradaq. Əvvəlki dərslərdə qeyd etdiyimiz kimi отчет obyektini konfiqurator ağacında seçirik və üzərində sağ düyməni sıxırıq və açılan bölmədə добавить, əlavə et düyməsinin üzərinə sıxırıq. Qarşımıza bu cür hesabat obyektinin idarə etmə, sazlama pəncərəsi açılır. Hesabat obyektimizin bu sazlama pəncərəsi haqqında danışmamışdan qabaq ilk əvvəl onu qeyd edək ki, bizim məlumat bazamıza informasiyanı əlavə edən alətlərimiz, yəni obyektlərimiz var idi. Artıq bunlardan bir neçəsi ilə tanış olmuşuq. Bunlar spravочникlar və dokumentlər idi. Onlar məlumatı bazaya daxil eləyir və yaddaşda saxlayır. Amma məlumatı əldə etmək üçün də bizə ayrıca bir obyekt lazımdır. Məhz baxın bu отчет, bu hesabat obyektimiz də sırf buna xidmət eləyir. Biraz da, yəni qısa da olsa terminologiyaya, tərifə də baxaq. Bu hesabat obyekti dedikdə nə anlaşılır? Hesabatlar bundan qabaqki dərslərimizdə öyrəndiyimiz digər obyektlər kimi konfiqurasiyanın tətbiqi obyektlərindəndir. Və bu obyektlər, yəni hesabat obyekti bazada informasiyanın işlənməsi və baxışı və analizi üçün uyğun formata istifadəçiyə təqdim edilməsi üçün nəzərdə tutulub. Həmin bu məlumatların, yəni əlavə edilən, bazamıza yerləşdirilən məlumatların istifadəçiyə bir növ təqdim edilməsini, istifadəçinin bu əlavə olunmuş məlumatların öz qarşısında görməsi üçün hesabat obyekti bunu istifadəçiyə təqdim edir. Gəlin indi keçək biz hesabat obyektimizin bu idarə etmə, sazlama pəncərəsinə. Digər obyektlərdə olduğu kimi onun da baxın özünün sazlama bölmələri var. Основные, əsas, подсистемы, alt sistemlər, funksionalные opsiya, данные, yəni məlumatlar forması, komanda maketi və digər obyektlərdə olduğu kimi standart bu şəkildə hesabat obyektinin də özünün sazlama bölmələri vardır. Yəni əsas bölmədə biz hesabata ad təyin edirik. Yəni bu hesabat nə hesabat olacaq? Məsələn, ola bilər ki, ambarda malların qalığı və yaxud da müştərilərlə hesablaşma bu şəkildə fərqli adlar təyin oluna bilər. Ancaq bu əsas bölmədə digər obyektlərdən fərqli olaraq baxın, основная схема компоновка данных, məlumatların əsas tərtibatı sxemi. Yəni bu bölmə, bu sazlama sırf hesabat obyektində olur. Digər istər spravочник olsun, istər dokument, onlarda bu sazlama bölməsi yox idi. Bu həmin sxem vasitəsilə, bu məlumatların tərtibatı, sxema komponovka данных vasitəsilə biz rahat şəkildə öz hesabatımızı qura bilərik. Amma burada bir məsələni də qeyd edim ki, bu hesabatı qurmaq üçün yeganə üsul deyil və gələcək dərslərimizdə də biz bütün bu metodlarla, üsullarla tanış olacaq və onları da öyrənəcəyik. Sonra digər bölmə bu podsistema, alt sistem. Biz bazaya, yəni konfiqurasiyaya əlavə etdiyimiz hesabatı alt sistemlərə, yəni gələcəkdə indi fərqli alt sistemlər əlavə etdikdən sonra burada onların siyahısı olacaq. Hesabatımızı həmin alt sistemlərdən birinə və yaxud da bir neçəsinə əlavə edə bilərik. Sonra digər alt bölmə bu bizim hesabat obyektimizə funksional seçimlər də təyin etmək üçün olan bölməsidir. Sonra digər əsas bölmə bu данные, məlumatlar bölməsidir. Digər spravочникlarda və sənədlərdə olduğu kimi hesabatımızda da müxtəlif rekvizitlər də ola bilər. Həmçinin də gördüyünüz kimi aşağıda tabliçная часть, cədvəl hissəsi belə, yəni ki, bizim hesabatımıza əlavə oluna bilər. Sonra keçək digər sazlama bölməsi bu formalar, forma. Hesabatımızın da bir neçə forması ola bilər. Birincisi bu forma отчета, hesabatın öz forması, forma настроек, bu hesabatın ayarlarının, yəni sazlamalarının forması və hesabatımızın
hesabımızın müxtəlif variantlarda, yəni müxtəlif istifadəçi tərəfindən təyin olunan növlərdə və yaxud da variantlarda olan formasıdır. Yəni həmin bu variantlar həmin bu forma vasitəsilə istifadəçinin qarşısında görsənəcək. Və burada keçən bizim dərslərimizdə digər obyektlərdə olan, baxın bu əsas maket bölməsidir. Məhz hesabatlarda, yəni bu maket bölməsi ən çox istifadə olunacaq. Yəni siz bunu gələcək dərslərimizdə də görəcəksiniz. Bu maket vasitəsilə hesabatımızın vizual şəkli, yəni tərtibi olunacaq. Gəlin bir maket də nümunə olaraq yaradaq və baxaq görək ki, bu maket nədir hesabata. Gördüyünüz kimi bizim maketimizin belə bir sazlama pəncərəsi açılır hesabat üçün və burada ona ad təyin edə bilərik. İndi heç bir şey əl vurmaq, sadəcə tanış oluruq bu hesabat obyektimizlə. Burada görürsüz ki, maketin tipi var. Tabliçli dokument, tekstli dokument, cədvəl forması, yəni mətn forması, ikili məlumat formasında, HTML formata, yəni və s. Gəlin indi biz sazlama olaraq tabliçli dokument, cədvəl kimi bu tipdə qoyaq hesabatımızı və qatovo düyməsinə vuraq. Və gördüyünüz kimi qarşımıza belə bir maket, yəni cədvəl şəklində qarşımıza çıxır. İndi bu gördüyünüz şey sizin nəyi xatırladır? Yəni çox güman ki, hamınız deyə bilərsiniz ki, bu Excel-ə bir növ oxşayır. Yəni Excel-in bu yaçeykaları, belə sütunları, yəni onun bu yaçeyka dedikdə bu hüceyrələri, yəni hər bir, misal üçün burada necədir? 2-nin bu 1-ə olan hissə, yəni demək olar ki, tam belə Excel-ə oxşayır. Və bu maket vasitəsilə, bu gördüyünüz cədvəl şəklində olan maket vasitəsilə biz müxtəlif dizaynları rahat şəkildə qura bilərik. Və burada da, yəni bu maketin özündə də gələcəkdə görəcəksiniz, onun öz alətləri var. Və biz bu alətlər vasitəsilə rahat şəkildə maketi çəkməyi, yaratmağı öyrənəcəyik. Hələlik isə mən sizə sadəcə belə ümumi şəkildə bu maketin nə olduğunu hələlik göstərirəm. Yəni bu obyektin özü ilə yavaş-yavaş tanış oluruq. Yəni əsas deməkdə məqsədim odur ki, əgər siz nə vaxtsa maketlərdən, yəni istifadə etsəniz, ancaq bu mütləqdir ki, istifadə edəcəksiniz. Bilməlisiniz ki, məhz hesabatların qurulması üçün maketlər ən çox istifadə olunur. Və gəlin yəni ki, bu maketlər haqqında da yəni kifayət eləyər hələlik bu qeyd etdiklərimiz. Yəni dediyim kimi, gələcəkdə bu maketlərlə işləməyi və praktiki işlər gördüyümüz zaman daha yaxından tanış olacaq. Bunu bağlayaq. Və məncə hesabat obyekti haqqında da, yəni bu qeyd etdiklərimiz hələlik kifayətdir. Yəni bu dərsimizdə əsas məqsəd odur ki, hələlik bir növ biraz üzdən, yəni rahat olsun deyə birdən-birə, yəni mövzuların dərinliyinə girmədən obyektlərlə hələlik tanış oluruq və bu aydın oldu ki, bizə indi hal-hazırda bizim bu konfiqurasiya ağacımızın, yəni bu obyektlərin içərisində də hesabat obyekti var. Onun sazlamalar onunla bağlı, yəni üzdən də olsa, qısaca da olsa tanış olduq və gələcək dərslərimizdə də bu haqda da, yəni hesabatları yaradarkən, yəni bütün bu sazlamalara, yəni qeyd etdiyim kimi, bu sistema komponovka danlı hesabatların bu əsas sazlama bölməsi ilə də ətraflı tanış olacaq. Və indi gördüyünüz kimi indi nümunə olaraq açıram. Yəni burada biz bir növ atçotu, yəni ki, sıfırdan, yəni ki, yığa biləcəyik. Yəni bunlar haqqında da yəni ətraflı danışacaq. Və bu dərsi də, yəni bu videonu inşallah belə qısa eləyirəm. Yəni burada ancaq biz hesabatları öyrəndik və gələcəkdə də bu haqqda daha ətraflı danışacağıq. Hələlik bu qədər kifayət eləyər. Dərsi burada bitirirəm. Yəni videonu da tez bir zamanda paylaşacağam və sonda sizdən həmişəki kimi bu videonu bəyənməyi, kanala abunə olmağı, nə sualınız varsa, nə fikirləriniz, nə rəyiniz varsa videonun kommentariya bölməsində qeyd etməyinizi istərdim. Sağ olun, uğurlar.